Uşaqlar, bugün biz alkinlər bölməsində yarımçıq qaldığımız bölmənin ardın çəkilişini davam edirik. 31-ci sualdan başlayıram. 31-ci sualda nədir? Səhifəsini də yazım. 185-ci səhifədir uşaqlar. 35-də deyir ki, propilenin bromlaşması məhsulunun qələvinin suda məhlulla təsir etdikdə. Propilen, ilin deyəndə uşaqlar alkenlərin sonu beynəlxalq adlandırmada en, səmərəli tarixi adlandırmada ilin şəkilçisi ilə bitir. Bromlaşma məhsulu. Alkenlər necə şəraitdə? Adi şəraitdə enlərdir, alkinlərdir, adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Bromlaşma məhsulu qələvinin suda məhlulla təsir edirlər. Özdə burada hansı söz olmalıdır? Uşaqlar, tam bromlaşma sözü olmalıdır. Tam bromlaşma. Daha doğrusu üzr istəyirəm. Alken olduğuna görə burada səhv yazdım. Tam bromlaşması üçün elə 1 mol lazımdır. İn deyil bu. Alkendir. Tam bromlaşması üçün 1 mol brom lazımdır. Reaksiya necə şəraitdə gedir? Adi şəraitdə. Propen deyəndə 3 dənə karbon yazır o CH3. H. Burada da H2. Bromlu su neyini rəngsizləşdirir? Pi qırılır. Pi qırılandan sonra birinci karbon ez elektronunu götürür, ikinci karbon. Dəyişiklik birinci və ikinci karbonda gedir. Bu reaksiya adi şəraitdə gedir. Bromun biri birinci karbona birləşir. Bromun biri də ikinci karbona birləşir. Və əmələ gələn maddənin adı olur 1,2 dibrom propan. Baxın, bromun biri 1-də, biri 2-dədirsə olur 1,2 dibrom propan. İndi həmin maddə 1,2 dibrom propanı qələvinin suda məhlulla reaksiya aparırıq. Deməli, pi rabitəsi qırılandan sonra bromun biri birinci karbona birləşdi, biri də ikinci karbona birləşir. Buradakı pi qırılıb. Üçüncü karbon olduğu kimi qalıb. 1, 2, 3. Bromun biri 1-də, biri 2-dədir. O da qələvinin, kalium OH-ın nədə məhlulla reaksiya girir? Su. Brom 2 dənə olduğu üçün uşaqlar 2 mol qələvi götürür. Qələvin suda məhluluna reaksiya girəndə sudursa, baxın qələvi oxun üstündə su ilə qələvinin suda məhlulla təsir etdikdə o zaman spirt əmələ gəlir. Kaliumla brom birləşir. Kalium bromid 2 mol duz əmələ gəlir. Hər broma 1 dənə kalium lazımdır. Bromlar öz elektronunu götürür. Baxın burada ümumi elektron cütündə öz elektronunu götürüb kaliuma birləşir. Duz əmələ gəlir. İyon rabitəli duz, oksigensiz duz və bromların yerinə 2 dənə hidroksid qrupu birləşir. Hidroksidin biri birinci karbona birləşir və biri də ikinci karbona birləşir. Üçüncü karbon olduğu kimi qalır. 2 hidroksid qrupu olduğu üçün bu 2 atomlu spirtdir. Baxın, ikili yox ha, 2 atomlu spirtdir və bu spirtin adı nədir? Propan. Əsas karbon zəncirinin uzunluğu 3 dənədirsə, propan. Diol. Diol nə deməkdir? D2 deməkdir. Diol 1, 2. Yəni OH birinci karbondadır. Bir də neçənci karbon? İkinci karbondadır. Propan diol. 2 atomlu spirt əmələ gəlir. 2 atomlu deyəndə doymuş 2 atomlu hidroksid qrupu neçədə olmalıdır? 2 dənə olmalıdır. Bunun cavabı oldu. 31-ci sualın cavabı oldu C bəndi. Keçirik uşaqlar. 31-in cavabı C bəndi yazır. İndi 32-ci suala baxırıq. 32-ci sualda deyir 3,3 dimetil butin 1-ə 3 dimetil, metil 2 dənədir. Butin neçədir orada? 1. N alkenlərə aiddir. Butin 1-ə əvvəlcə bromla reaksiya məhsulunu, sonra qələvinin əvvəlcə bromla reaksiya aparırlar. Sonra isə reaksiya məhsulunu qələvinin spirtdə məhlulla təsir etdikdə hansı birləşmə alınır? Burada 2 dənə reaksiya aparmalıdır uşaqlar. Alken deyəndə butan sözündə 4 karbon var. N deyəndə 2 qat rabitə birinci karbondan çıxır. Baxın, birinci karbondan çıxır. 3-də 2 dənə metil var. Üçüncü karbonda 2 dənə metil var. Şaxə 2 dənədir. Metil. Və 4-cü karbon olduğu kimi qalır. Valentin X-i gedib X-inə də hidrogen birləşir. 1, 2, 3. Bir valenti çatmır hidrogen. Bura heç nə yazmaq olmaz. Çünki karbonun 3-də 2 də şaxəsi var. Metilin biri yuxarıdadır, biri hardadır? Aşağıda. Və burada karbonun biri var.
valentin 1-i var, 3-ünə də hidrogen birləşdirirəm. Plus necə suyu rətsizləşdirir? Bromlu suyu. Reaksiya necə şəraitdə gedir uşaqlar? Adi şəraitdə pi qırılır, karbonun 1-i, bromun daha doğrusu 1-i birinci karbona birləşir, biri də ikinci karbona. Dəyişiklik gedən karbonlar, baxın, birinci və ikinci karbon olur. 3 ilə 4 olduğu kimi neynir? Qalır. Deməli, pi qırılandan sonra pi qırılır orada. Baxın, nə baş verir? CH2, tək qat rabitə CH, bromun 1-i birinci karbona birləşir, biri ikinci karbona birləşir. Sonraki karbonlar olduğu kimi neynir? Qalır orada. 3-də bir dənə karbon var idi. Neçədə şaxəsi var? 2 dənə. 3 dimetil. 3 idi də orada. 3-də 2 dənə metil var və axırı da CH3-lə qutarır. Alınan maddə nə oldu birinci reaksiyada? Birinci reaksiyada alınan maddənin adı oldu 1, 2, di, brom. Bromun biri 1-də, biri 2-dədir. 3, dimetil. Dimetil, nə deyirlər uşaqlar? Butan. Deməli, bu alkanın neçə hallogenli törəməsidir? Di hallogenli törəməsi. Baxın, di hallogen deyəndə hallogen neçədədir? 2 dənə. Alkanların sonu an şəkilçisindən qutarır. Pi rabitəsi yoxdur. Dihallogenli törəməsi. Alkanın dihallogenli törəməsi qələvlərin spirt məhlullar reaksiyası var. Bəli, spirt isə su verəcək, 2 mol qələvi götürürük. Hər broma görə alkanın özü visinal dihallogenli törəməsidir. Nəzəriyyəsini izah eləmişdim bu sizə uşaqlar. Visinal nə deməkdir? Qonşu dihallogenli törəmə. Qonşu dihallogenli törəmə qələvlərin spirt məhlullar reaksiya girəndə su əmələ gəlir. Kaliumla nə birləşir? Brom. Kalium bromid verir. Burada uşaqlar kaliumla brom birləşir. Kalium, bromid, duz əmələ gəlir 2 mol. Ona görə ki, hər kaliuma bir dənə brom lazımdır. Hidroksid qrupu baxın 2 dənədir. Hər hidroksidə hidrogen neçəsini çıxarmaq lazımdır? 1-i. Bromun birləşdiyi karbondan bir dənə hidrogen birinci karbondan çıxır, bir dənə də ikinci karbondan və 2 dənə hidrogen ayrılır. Biri birinci karbondan, biri ikinci karbondan. Orada OH birləşir. 2 molda su ayrılır. Deməli, burada karbonun, hidrogenin biri birincidən, biri ikinci karbondan çıxır. Hidrogenlər çıxandan sonra 1 ilə 2 arasında bir pi rabitəsi yaranır. Bromlar buradan çıxır, kaliuma birləşəndən sonra brom karbonların tək elektronları öz aralarında birləşərək bir də pi rabitəsi yaradır. Hidrogendən bir pi rabitəsi yaranır, bir dənə də bromdan yaranır. Deməli, orada 3 qat rabitə yaranır. CH2 idi, birinci karbondan hidrogen qopandan sonra nə qalır? CH. Pi'nin biri burada yaranır. Bromlar da çıxandan sonra bir dənə pi yaranır. Ortada bir də sigma var idi, baxın. Bir dənə geri qaydıram. Hidrogen, 2 dənə hidrogenin biri çıxdı, CH qaldı, brom da çıxıb. İkinci karbondan həm hidrogen çıxır, həm də brom çıxandan sonra nə qalır orada? C. Heç nə qalmır yanında C. Üçüncü karbon olduğu kimi qalır. Üçüncüdə neçədən metil var? 2-dən metil var və bir də CH3 qalır. Deməli, bu maddə alkinin harda alınmasıdır? Laboratoriyada alınma üsuludur. Alkinləri laboratoriyada almaq üçün nə götürmək lazımdır? Alkanın dihallogenli törəməsi, baxın 2 də hallogenli törəməsi, qələvlərin nədə məhlullar reaksiya girməlidir? Spirtdə. Dihallogenli törəmə nəzəriyyədə yazılıb ki, ya visinal ola bilər, yəni eyni qonşu karbon atomlarına visinal dihallogenli törəmə, ya da heminal, eyni karbonda neçədə hallogen ola bilər? 2 dənə. Onların qələvlərin spirtdə məhlullar reaksiyası alkinin laboratoriyada alınmasıdır. Bu alkinin beynəlxalq adı nədir uşaqlar? Ən uzun zənciri seçirlər. 3 qatın ona yaxın olan yerindən nömrələyirlər. 3 dimetil. Nədir bu maddənin adı? Butin, in şəkilçisi. Baxın, in neçənci karbondan çıxır? Birinci. Butin neçə oldu burada? 1. Alkinlərin ümumi formu necə idi? CnH2 minus 2-dir. İndi bu alkinlərə səmərəli üsulla adlandırılır. Bu beynəlxalq adıdır. Beynəlxalq adından başqa səmərəli üsulla adlandırmaq üçün alkinlərə nəyin törəməsi kimi baxırlar? Astilenin nəyi kimi baxırlar? Törəməsi kimi neyinirlər? Baxırlar. Astilenin törəməsi kimi baxanda, baxın, astilenin mən qırmızına yazacağım. Seçin, baxın. Astileni belə yazmaq olar. CH, 3 qat rabitə, bir də CH. Buradan hidrogen neçəsi qopub? 1-i. O hidrogenin əvəzinə də nə birləşib? Üçlü butil necə yazırdıq? Baxın, belə xaç kimi çəkirdik üçlü butil. Bir dənə karbon yazırdıq. 3-də də metil yazırdıq.
Karbon burada göy rəngdə yazdığım karbonlar 4-dədirsə, sonu nə şəkilçisidir? İl, butil, butandan ana atdım, butil. Və burada radikaldır, bu radikal bura birləşib. Hidrogenin qopduğu karbon, yəni radikal kimi baxsam, 3 dəl karbonla əlaqəsi olduğuna görə bu radikalın adı nədir? Üçlü, nə deyirlər ona? Butil. Neçəli butildir? Üçlü butil. Bəs bu nəyin törəməsidir? Astilenin nə idi? Törəməsidir. Səmərəli adı nə oldu uşaqlar? Üçlü butil. Baxın, üçlü butil. Nə deyirlər ona? Asetilen budur. Asetilen. Baxın, üçlü butil göylə yazmışam deyinə, adında göz yazdım. Bu da astilendir. İnlərə aiddir bu. Deməli, bu alkinin birinci adı 3, 3. 3'də 2 də metil var. 3, 3 dimetil. Butin, in birinci karbondan çıxır. Bu beynəlxalq adıdır. Digər səmərəli adlandırmaya görə nəyin törəməsi kimi baxırlar? Astilenin törəməsi kimi baxırlar. Astilin çünki alkinlərin homoloji sırasından, yəni oxşarlıq sırasının ilk neydi? Nümayəndəsi. Üçlü butildəki bu radikalın adıdır. Biz alkanlar dərsi keçəndə orada radikallar keçmişdik. Bu neçəli butildir? Üçlü butil. Radikalı. Yəni 4 də karbon varsa, butandan ana atdım il şəkilçisi. Hidrogenin biri qopduğuna görə. Yəni hidrogenin qopduğu karbon bu ortadakı karbonun 3 də karbonla əlaqəsi var. Neçəli butil deyirlər ona? Üçlü butil. Deməli, burada deyir alınan birləşmənin beynəlxalq adı müəyyən edin. Beynəlxalq adı nə idi? Biz yazmışdıq 3,3 dimetil butin 1. Cavab nə bəndi oldu? A bəndi. 32-ci sualın cavabı A bəndidir. Keçirik 33-ə. 33-cü sual. 33-cü sualda deyir ki, uşaqlar, hansı maddənin 1 molunu tam doydurmaq üçün daha çox hidrogen lazımdır. Daha çox nə lazımdır? Hidrogen. Hansı maddə? Hər hansı bir maddə X maddəsin tam doydurmaq üçün, tam doymuş hala gətirmək üçün. Doymuş deyəndə niyə çevirmək lazımdır? Alkana. Doymuş halda olması üçün daha çox hidrogen lazımdır. O maddəyə daha çox hidrogen lazımdır ki, pi nə olmalıdır? X maddəsində çox olmalıdır. Nə rabitəsi çox olmalıdır? Pi rabitəsi. A bəndində yazıb orada vinil asetilen. Sözlə yazıram vinil asetilen. Vinil deyəndə etendən hidrogen neçəsi qopur? Biri. Eten alkenlərin homoloji sırasının ilk nümayəndəsidir. Eten CH2, bir də H2 olmalıdır. Hidrogenin biri çıxandan sonra bu radikalın adı nədir uşaqlar? Vinil radikalı. Asetilen deyəndə isə baxın, karbon yazırıq, 2 də karbon və aralarında neçə qat rabitə? 3 qat rabitə. 1, 2, 3, H yazırıq. Buradakı 1, 2, 3, 4 valent. Aslində burada hidrogen olmalıydı. Hidrogen nə ilə əvəz olunub? Vinillə nə olunub? Əvəz olunub. Baxın, vinil burada radikaldır. Etendən hidrogenin biri qopandan sonra vinil olur. Vinil asetilen. Vinil asetilendə 2 qatın biri pidir, 3 qatın da neçəsi pidir? X pidir. Vinil asetilendə cəmi 3 pi rabitəsi var. Bir də təkrar edirəm. Vinil asetileni necə yazırlar uşaqlar? Vinil eten yazmaq lazımdır. Baxın, eten alkenləri keçəndə etendən bir dənə hidrogen, bir atom hidrogen qoparaq. Neçədən qoparırıq? Bir dənə qoparanda atom. Eten necə idi? 2 dən karbon. Neçə qat rabitə? 2 qat. H2, H2 olmalıdır. Düzdür. Bu oldu eten və ya tarixi adı neydi bu maddən? Etilen. İlen şəkilçisi. Beynəlxalq adı eten. Bir dənə hidrogen qoparanda necə olurdu? CH2, 2 qat rabitə CH. Sərf olunmamış neçə valenti var? 1. Hidrogen baxın 2 dənə idi, birini qopartdı. Bu radikalın adı neydi? Burada yazdığım vinil radikalı. Vinil. Doymamış nədir? Radikal. Bu oldu vinil radikalı. Sonra astileni necə yazırdı? Astilen alkinlərə aiddir. Alkinlərin ilk nümayəndəsi etin. Etin deyəndə 2 də karbon yazırıq. İnə görə 3 qat rabitə H. Burada da H. Etinin digər adı 1, 2. Asetilen deyirlər. İndi vinil asetilen deyəndə asetilendən hidrogen neçəsi əvəz olunur? Biri. Baxın, bu hidrogen qopur, əvəzinə vinil birləşir. Nə birləşir ora? Vinil birləşir. Biz vinili fərqli yaza bilərik. Baxın, vinil deyəndə vinil bir dənə 2 qat rabitə yazırıq. Vinil deyəndə H2, H vinil.
Astilen deyəndə bir dənə də neçə qat rabitə ilə birləşdiririk onu? 3 qat rabitə ilə birləşdiririk. Baxın, vinil karbon atomları arasında bir dənə də 3 qat rabitə. Bu astilendən hidrogenin biri qopub, əvəzinə nə gəlib orada? Vinil. Vinil astilen. Bu maddənin adı nə oldu? Vinil astilen. 1, 2, 3 dənə pi rabitəsi olduğu üçün bu maddəni doymuş hala gətirmək üçün pinin sayı qədər 3 mol nə qazı lazımdır? Hidrogen qazı. 3 mol hidrogenləşmə temperatur və nədə gedir? Katalizatorda. 3 molun içərisində, baxın, mol olaraq 3 moldur. Atom olaraq 3-ü 2-yə vuranda 6 dənə lazımdır atom. 3-ü vurduq 2-yə. Deməli, pi qırıldı. Biri birinci karbona birləşir, biri neçənciyə birləşir? İkinciyə. Pi qırılandan sonra. Bu pi qırıldı. İkisi də qırıldı. Baxın, burada pilərin ikisi də qırılanda hidrogenin ikisi bura birləşir, ikisi də bura birləşir. Bax, pini yaradan P elektronudur. Burada pi qırılanda 2 dənə hidrogen bu karbona birləşir, 2 dənə də bura. Necə butana çevrilir? Normal butana. Birinci karbonda pi qırıldı, bir dənə hidrogen birləşir. Bir dənə hidrogen birləşəndə CH2 də olur, CH3, tək qat rabitə. CH idi, bir dənə də hidrogen birləşəndən sonra CH2. Digər karbona pilərin ikisi də qırıldığı üçün 2 də hidrogen birləşir. C idi, ona 2 dənə hidrogen birləşəndə C2, tək qat rabitə. Axırıncı burada karbon CH idi. Pi qırıldığına görə 2 də hidrogen buna birləşib, olub CH-a 2 dənə hidrogen birləşəndə CH3. Necə butana çevrilir? Normal butana çevrilir. Yəni bu tam doydu. Tam doyandan sonra hansı butan oldu? Normal butan. Pi, yəni neçə dənə azaldı? Pi 3 dənə azaldı. Amma sigma isə atomların nəyə qədər artdı? Pi'dən neçə dəfə çox artır? 2 dəfə. 6 da sigma rabitə 6 vahid artır. Pi'nin sayından 2 dəfə çox artır. Yəni burada görürsünüz, bax, Pi'ni yaradan bir də təkrar edirəm. P, nə elektronlardır P? Karbon öz elektronu götürdü. Burada bu karbonun neçə də hibridləşməmiş P elektronu vardı? 2 dənə. Burada da bu karbonun 2 dənə hibridləşməmiş P elektronu var. Pi'lər qırılanda bu elektronlara nə atom birləşir? Hidrogen atom birləşir. Maddənin adı nə oldu uşaqlar? Vinil astilen. Necə butana çevrildi? Normal butana. A bəndindən sonra uşaqlar B bəndi gəlir orada. B bəndində buten 2-dir. Bunu qurmasız da, yəni qrafik quruluşunu çəkməsiz də N şəkilçisində pi neçədədir? Onu doydurmaq üçün neçə mol hidrogen lazım? 1 mol. Temperatur və nədə gedir? Şifahi azot necə butana çevrilir? Normal butana. Ona görə ki, buten, izahını yazıram, buten. Amma get-gedə şifahi həll eləməyi öyrənməlisiniz. CH2, H, H2, H3. Birinci və ikinci karbonda dəyişiklik gedir. Buten neçədir bu? 1. N, 2 qat rabitə var, alkindir. Onu hidrogenləşdirmək üçün 1 mol lazımdır. Temperatur və katalizatorda pi qırıldı. Biri birinci karbona birləşir, bir də ikinci. 1 mol lazımdır. 1 molda neçə atom var? 2 atom. Birinci karbona hidrogen birləşəndə olur CH3, tək qat rabitə CH2. Dəyişiklik 1 ilə neçədə gedir? 2-də. Üçüncü karbon olduğu kimi qalır. Bu da dördüncü karbon. CH2 qalır. Dördüncü karbon nə qalır uşaqlar? CH3. Necə var elə də qalır. Necə butan oldu bu? Normal butan. Yəni birli ilə başlayır, birli ilə qutarır. Ortadakı karbonlar ikili olduğuna görə şaxəsiz alkan əmələ gəlir. Sonra gəlirik C bəndinə. C bəndində yazıb burada uşaqlar buten 2. Yenə də buten 2. Baxın, imtahanda belə sual düşəndə vaxt itirmək olmaz. N 2 deyirsə, N-lərdə neçə qat rabitə var? 2 qatın neçəsi pi-dir? Biri pi-dir və ikinci karbondan çıxır. Onu doydurmaq üçün neçə mol hidrogen lazımdır? 1 mol. Temperatur və katalizatorda yenə də hansı butana çevrilir? Normal butana. Yəni 1 mol hidrogen lazımdır. Buten 2-ni necə yazırıq? İkinci karbondan 2 qat çıxır. Baxın, CH3, H, H, buradan da CH3. Birinci karbon, ikinci, üçüncü, bu da dördüncü karbon. 2 qat rabitə N neçənci karbondan çıxır? İkinci karbondan. Pi rabitəsini doymuş vəziyyətə gətirmək üçün 1 mol hidrogen. Temperatur və katalizatorda hidrogenləşmə nə deməkdir? Maddənin tərkibinə hidrogenin birləşməsi. Pi qırıldı. Hidrogenin biri 2 dənə atomdur. Biri ikinci karbona, biri üçüncü karbona birləşir. Olur CH3 tək qat rabitə. CH idi, hidrogen birləşdi. CH2. Baxın, ikinci karbona hidrogen birləşir. CH2. Biri də üçüncü karbona birləşəndə H2. Dördüncü karbonda CH3 qalır. Necə butan oldu yenə? Normal butan. Şaxəsiz nə əmələ gəldi? Alkan.
Yəni 1 mol hidrogen lazımdır. Sonra gəlir burada butin. Deməli butin in deyəndə artıq neçə qat rabitə var? İnlərdə 3 qat rabitə var və butin neçə yazıb? 1 və Y bəndində D-də butin neçə yazıb? 1, Y bəndində isə butin yenə də inlərdə 3 qat rabitə var 2. Butin 1 ilə butin 2 vəziyyət izomeridir. Hər ikisi 4 karbonu var. Butin 1-də burada 3 qat rabitə birinci karbondan çıxıb ikinciyə daxil olur. Üçüncü və dördüncü karbon olduğu kimi qalır. Olur H. 1, 2, 3, 4. CH2. Bu da CH3. Bu maddənin adı nə oldu? Butin. Neçə? 1. 3 qat birincidən çıxır. 3 qatı isə ikincidən çıxanda butin 2 olur. Baxın 1, 2, 3. Bu da dördüncü karbon. Nə olur burada? H3. 1, 2, 3, 4 valenti. 4'ü də sərf olunur. Burada da bura bir 3 yazıram. Butin 1 ilə, baxın butin 1'dir bu. Bu da butin 2. İzomerdir. Hər ikisi C4, H6 formuluna uyğun gəlir. Alkinlərin ümumi formulu CNH2-2'dir. Karbon 4'dir. 8-dən 2 çıxanda 6. Qaz halındadır. Butin 1-də dəyişiklik birinci və ikinci karbonda gedir. Butin 2-də isə 2 ilə neçədə gedir? 3-də. Və onlar hər ikisi vəziyyət izomeridir. Nə izomeridir? Vəziyyət, yəni 3 qat rabitə birinci vəziyyətdədir. Burada da neçənci vəziyyətdədir? İkinci vəziyyətdədir. Quruluşları yoxdur. Şaxələri nədir? Yoxdur. Şaxəsiz doymamış karbon nədir bu hidrogen? Şaxəsiz ona görə ki, birlidir. Bu karbon neçəlidir? İkili. Bununla əlaqəsi var. Bir də bu karbonla. Bu karbona baxın ikilidir. Bu karbon neçəlidir? Birli. Bir karbonla əlaqəsi var. Və bunları doymuş vəziyyətə gətirmək üçün P2-də olduğuna görə hər ikisinə neçə mol hidrogen lazımdır? 2 mol. Temperatur və nədə? Katalizatorda P2 mol lazımdır və ikisində də necə butan əmələ gəlir? Normal butan. Yəni P-lərin neçəsi də qırılır? İkisi də qırılır. Baxın, butin 1-də hidrogenləşəndə, bir də təkrar edirəm, P-nin ikisi də qırılır. Neçə mol hidrogen lazımdır? 2 mol. Pi qırıldı, biri bura birləşəcək. 2-dən pi qırıldığına görə bura 2 hidrogen atomu, burada 2 hidrogen atomu. 4 dənə atom. Neçə atom oldu? 4 atom. İkisi bir karbona birləşir, ikisi də ikinci karbona. Birinci karbona 2 dənə, ikinci karbona da 2 də hidrogen. 2 dənə birləşsə olur burada CH3. Tək qat rabitə, ikisi də bura birləşsə CH2. Üçüncü karbon CH2'dir, dördüncü də CH3'dür. Dəyişiklik 1 ilə neçədə gedir? 2-də. Necə butandır bu da? Normal butan və temperatur və katalizatorda gedir. Digəri də yenə necə butan verəcək? Normal butan. Butin 2-də olsa yenə necə butan verir? Normal butan. İn 2-dən çıxır, baxın. Birinci karbon, ikinci, üçüncü, bu da dördüncü. Tam doymuş vəziyyətə gətirmək üçün 2 mol hidrogen lazımdır. Temperatur və katalizatorda. Pilərin ikisi də qırılır. 2 dənə hidrogen ikinci karbona birləşir. 2 ilə də hidrogen neçənci karbona? Üçüncü. Və birinci karbon olduğu kimi qalır CH3. İkinci karbona 2 hidrogen birləşir. Piyə görə olur CH2. Tək qat rabitə yenə də ikinciyə 2-dən birləşdi. Bir də üçüncüyə 2-də birləşdi CH2. Dördüncü yenə olduğu kimi qaldı. Necə butan oldu? Normal butan. Beləliklə daha çox hidrogen lazımdır. Hansını hidrogenləşdirmək üçün? Vinil astilin. Cavab nə bəndə oldu? A bəndi. İndi biz məsələn bu imtahanda düşəndə siz belə baxırsınız. Buten sözündə baxın N1. N-lərdə 2 qat rabitə var. Bunu doydurmaq üçün pi 1 dənə olduğu üçün tam hidrogenləşdirmək üçün 1 mol nə lazımdır? Hidrogen. Eləcə də buten məsələn 2. Buten 1 ilə buten 2 nə izomeridir bunlar? Vəziyyət izomeridir. 2 qat rabitə ikinci karbondan çıxır. Yenə də burada bir dənə pi var. Bir pini doydurmaq üçün neçə mol hidrogen lazımdır? 1 mol, yəni 2 atom, temperatur və katalizatordur. 1 mol lazımdır hidrogen. Burada da 1 mol hidrogen lazımdır. İnlərə isə neçə mol lazım idi? 2 mol. Bir dənə orada nə qaldı? Vinil astilini tam doymuş vəziyyətə gətirmək üçün 3 mol nə lazım oldu? Hidrogen. Hansı karbohidrogeni tam doydurmaq üçün daha çox hidrogen lazımdır? O da A bəndində vinil astilindir ki, orada neçə pi rabitəsi var? 3. 33-ün cavabı A bəndi. 34-ə baxırıq.
34-də deyir ki, hansı maddənin 1 molun alkana çevirmək üçün daha az miqdarda hidrogen lazımdır. İndi hidrogen az olmalıdır. Maddə 1 mol olmalıdır. 1 molu hidrogenləşəndən sonra alkana çevirmək üçün daha az hidrogen lazımdır. Daha az. Daha az hidrogen lazım olmaq üçün onda pi rabitəsinin sayı nə olmalıdır? Az. Pi rabitəsi az olan alken ola bilər o. A bəndini götürmürük. Ona görə ki, burada buta, diyen deyəndə neçədə 2 qat rabitə var? 2 dənə, D2-dir, N 2 qat rabitə. Buta diyen 1, 3-ün digər adı neydi uşaqlar? Divinil verilib. Yəni orada buta diyen 1, 3 verilib. Başqa adı nədir onun? Divinil. Alka nələr aiddir? Diyenlərə. Bunun 1 molun doymuş hala gətirmək üçün neçə mol hidrogen lazımdır? 2 mol. Ona görə ki, alka deyənlərdə 2 qat rabitə var. Hər iki, baxın, 2 dənə neçə qat rabitə var? Hərəsində neçədə pi var? 1 dənə pi var. Cəmi 2 də pini doydurmaq üçün 2 mol hidrogen lazımdır. Yazıb göstərə də bilərəm. Bu tadiyin 1-3-ü necə yazır uşaqlar? Amma orada imtahanda düşəndə onu yazmağa ehtiyac yoxdur. Şifayı yazmaq lazımdır. 2, 3, bu da neçə oldu? 4. Butan sözündə 4 karbon var. 2 qat birincidən çıxır, bir də 3-dən çıxır. CH2, H, vinilin biri, baxın vinilin biri, H, bu da H2, bu da ikinci vinil. 2-dən 2 qat rabitə bir-biri ilə bir tək qat rabitə ilə birləşirsə, bu konjüge olunmuş alkadenlərin neydi? İlkidir. Konjüge yəni sözünün mənası qoşulmuş alkadenlərin neçəncisidir? İlkidir. Və adı nədir bunun? Buta, dien, 1, 3 və başqa adı nə deyirlər ona? Divinil. Hidrogenləşmək üçün 2 mol hidrogen lazımdır. Temperatur və katalizatorda pi qırılır. Biri birinci karbona, biri 2-yə. Bu pi də qırılır. Biri 3-ə, biri neçəyə birləşir? 4-ə. 1-ə birləşəndə H2 idi, bir də birləşdi H3. Tək qat rabitə. Hidrogen bura birləşəndə CH idi, 1 birləşdi CH2. CH-a biri birləşdi, yenə də CH2. Bu da nə oldu? CH3. Necə butandı bu? Normal butan. Sonra nə gəlir? 34-ün B bəndində nə yazıb uşaqlar? 34-ün B bəndində yazıb 3 metil, butin, neçədir bu? 1. N olduğuna görə pi 2 qatın biri pidir. N'lərdə 1 ədəd karbon atomları arasında 2 qat rabitə var. 2 qatın biri pi olduğuna görə doymuş hala gətirmək üçün 1 mol hidrogen lazımdır. Daha az hidrogen lazımdır. Hansı maddəni hidrogenləşdirib alkana çevirmək üçün daha az hidrogen lazımdır? Sözsüz ki, alkendir. Alkenlərdə bir dənə pi rabitəsi olduğu üçün onları doymuş hala gətirmək üçün 1 mol hidrogen lazımdır və o zaman alkan əmələ gəlir. CNH2 var idi, üstünə neçədə də hidrogen gəlir? 2-də plus 2 oldu. Hidrogenləşmə temperatur və nədə gedir? Katalizatorda. 3 metil butin biri hidrogenləşdirmək üçün daha az hidrogen lazımdır. Cavab nə bəndi oldu? B bəndi. Amma B bəndində sonra burada nə var? Deməli, D bəndində vinil astilen var. Yox, C-ni yazaq əvvəl. B bəndində qura da bilərik bu maddə uşaqlar. 3-də metil var, özü də butin. Baxın, 1. 3-cü karbonda hidrogenin biri çıxıb metil radikalı və CH3 4-cü karbon. H2, H, burada da H. Hidrogenləşmə temperatur və katalizatorda pi qırıldı. Biri 1-ə, biri 2-ci karbona birləşir və əmələ gəldi CH3, CH gedir, tək qat rabitə. Və 2-ci karbon CH idi, bir də hidrogen birləşdi CH2. 3-cü karbonda hidrogen metil və CH3. 3 ilə 4 olduğu kimi qalır. 3, bu da 4. Deməli, burada nə oldu uşaqlar? 3 metil, nə alındı orada? 3 metil butan. 3 metil butan pentanın nə idi? İzomeridir, şaxəli alkandır. 5 də karbon var. Butanda 4 dənə. Metildə də 1 dənə, 5 dənə karbon var. Baxın, doydurmaq üçün daha az hidrogen lazımdır. Neçə mol lazım oldu? 1 mol hidrogen lazım oldu. Sonra nə bəndi gəlirdi orada? Vinil astilini az əvvəl yazmışdım, bir də təkrar yazıram. Vinil deyəndə 2 qat rabitə yazırıq. H2,
H etenlə hidrogenin biri qopandan sonra əmələ gələn radikalın adı nədir? Vinil. Astilin deyəndə bir dənə 2 karbon atomu arasında 1-3 qat rabitə yazırıq. Astilindən hidrogenin biri çıxıb, orada vinil birləşir. Bu maddənin adı nədir? Vinil asetilen. Vinil astilini doymuş vəziyyətə gətirmək üçün neçə mol lazımdır maddə? 3 mol hidrogen lazımdır. Temperatur və katalizatorda. Bir hidrogen birinci karbona, ikinci karbona pi qırıldı. Sonra burada ikisi bura birləşir hidrogenin, pi qırılandan sonra ikisi də bu karbona birləşir. Və necə butan olur? CH3, tək qat rabitə 1 birləşdi CH2, ikisi bu karbona birləşir piyə görə CH2 və axırda CH3. Necə butandı bu? Normal butan. Sonra orada C bəndində nə yazıb uşaqlar? Bu D bəndi idi. C bəndində izopren yazıb. İzopren təbii kalçukun nə idi? Monomeridir. İzopren nədir uşaqlar? İzopren alkanələr aiddir, diyenlərə aiddir. İzopren təbii kalçukun monomeridir. İzoprenin digər adı 2 metil. 2 dənə var. 2 metil butadiyen. Butadiyen neçədir uşaqlar? 1, 3. 2 metil butadiyen 1, 3 deyəndə butadiyen sözündə 4 də karbon var. 2 qat rabitə birinci karbondan çıxır, sonra 3-cü karbondan çıxır. 2-də də bir dənə metil radikalı var. Nə radikalı var burada? Metil. H neçə oldu bu? 2. H, buradan da H2. 2-də metil var. 2-də metil oldu. Butadiyen 1-3-ün başqa adı nə oldu? İzopren. İzopren alkanələr aiddir, diyenlərə. Özü də konüge olunmuş alkadiyendir. Konüge sözünün mənası nə deməkdir? 2 dənə 2 qat rabitə arasında bir dənə neçə qat rabitə varsa, tək qat rabitə varsa, bu konüge olunmuş alkanədir deyin. Onu doymuş vəziyyətə gətirmək üçün pinin nəyə qədər? Sayı qədər hidrogen lazımdır. Temperatur və katalizatorda. Pi qırıldı, biri birinci karbona, biri 2-yə, biri 3-ə, biri neçəyə birləşəcək? 4-ə. 1-ə birləşəndə CH2-dir. Nə olacaq orada? CH3, tək qat rabitə, CH, C idi, bir dənə də hidrogen birləşdi CH3. Sonra burada CH idi, bir dənə hidrogen birləşdi CH2, tək qat rabitə, axıra da bir də birləşəndə CH3. Əmələ gələn maddənin adı nə oldu? 2 metil, nə deyirlər ona? Butan. Pentanın nə idi bu? İzomeridir. Yəni 4 də karbon buradadır, bir dənə də şaxədə. Yığanda C5H12 izopentandır bu. İzopentan. Şaxəli alkanlara aiddir. Çünki burada neçəli karbon var? Üçlü. Bu karbonun bundan, aşağıdakı karbondan, bir də bununla əlaqəsi var. Üçlü karbon atom varsa şaxəli nədir? Alkan. Sonra Y bəndindəki 3 metil butin 1 yazılmışdı. O da yazmışam uşaqlar. Daha az hidrogen lazım olan şəkilçi doydurmaq üçün hansı maddəni alkana çevirmək üçün daha az hidrogen lazımdır? Sözsüz ki, o alken olmalıdır. Alkenlərin də axırında nə şəkilçisi var? N şəkilçisi var. 35-ci suala keçirəm. 35-də deyir ki, alkinin 1 molu. Baxın, heç nə yoxdursa neçə moldur? 1 molu yanıb. Yananda nə əmələ gəlib? Uşaqlar, su çevirmə yazıram. Ona görə yanma reaksiyasını bütöv yazmıram ki, oksigen istəmir. Oksigen lazım olsaydı reaksiyanı tam şəkildə yazardım. Hal-hazırda çevirmə qururam və çevirməyə əsasən soldakı hidrogen sağdakından olmalıdır, bərabər. Hidrogen burada nə qədərdir uşaqlar? 2m-2-ni bölürük bu hidrogenin indeksinə, suyun indeksində. Sudakı hidrogenin indeksinə böləndə, baxın bu 2-yə böləndə, nə yazıram bura? M- nə qədər hidrogen lazımdır? Bunun cavabı oldu M-1 qədər hidrogen. Ona görə ki, buradan 2 çıxartdım ötürəzən xaricinə M-1 yazdım. O da bölmək 2-yə. 2-lər getdi. O da qaldı M- nə qədər? 1 qədər. İndi bu nə qədərdir bu? Alkin 1 mol. 1 mol alkinin yanmasından nə qədər su əmələ gəlir? 54 qram su əmələ gəlir. Və 1 mol alkin yananda 54 qram su əmələ gəlir. M-1 vurmaq 18. Suyun kütləsi neçəyə bərabərdir? 54-ə. Baxın, alkin özü neçə moldur? 1 mol. Heç nə yazmamışamsa 1 mol. Yananda nə qədər su çıxıb? M-1 vurmaq 18. Kütlə tapmaq üçün molun necə kütləyə vururlar? Molar kütləyə. 18 suyun emiridir. O da bərabərdir. Neçə qram su əmələ gəlib? 54 qram su əmələ gəlib. Baxın, özləri deyir 1 mol yananda 54 qram su əmələ gəlib. Buradan da N minus olmalıdır, daha doğrusu uşaqlar. Minusun plus yazmışım.
Baxın, minusun yerinə plus yazmışam. Bir də təkrar edirəm. N minus 1 vurmaq 18 bərabərdir 54 qrama. N minus 1 də bərabərdir 54 18-ə böləndə neçə? 3. N də bərabərdir 4-ə. N-i 4 olan alkin C4H6 butindir. Butin qaz halındadır. Karbonun sayı 4-də 1-dən 4 daxil olma şərtinə istər doymuş, istər doymamış karbohidrogenlər qaz halındadır. Diğer suala keçid alır. C4H6 C bəndə oldu bu sualın cavabı. Keçirik indi 36-cı suala. 36-cı sualda çevirmə yazıb. Çevirmə necədir uşaqlar? Sirkə turşusunun duzlarına nələr deyirlər? Asitatlar. Natrium asitatdır bu, üzvü duzdur. Karboksil qrupundakı hidrogen natriumla əvəz olunub. Natrium asitatın üzərinə belə bir reaksiya yazıb, qələvə əlavə ediblər və burada qızdırıblar. Baxın, bu temperatura fikir verin. Oxun aşağı hissəsində baxın, yazıblar natrium karbonat çıxır. Çıxmaq işarəsi nə deməkdir? Yəni çıxan maddələrdən biri nədir? Natrium karbonat və bir də X maddəsi ayrılır. X maddəsi də 1500 dərəcədə qızdırdıqda Y-ə parçalanır və minus nə çıxır? Burada oxun altından yazıb minus hidrogen çıxır. Neçədən reaksiya yazmalı burada? 2 dənə. Birinci reaksiya, baxın, birinci mərhələ və neçənci mərhələ olur? İkinci mərhələ. Birinci mərhələdə bilirsiniz ki, sirkə turşusunun duzlarına nələr deyirlər? Asitatlar. Natrium asitat suda həll olan duzdur. Onu qələvi ilə qızdırdıqda bu metanın laboratoriyada nə idi? Alınmasıdır. 40-40 xəttlərlə baxın birləşdirəndə diqqətlə fikir verin. 40 xəttlərin içərisində neçə dənə natrium var? 2 dənə natrium. Karbon 1 dənə, baxın 1 dənə. Oksigen 1, 2, bir dənə də burada 3 dənə. Natrium karbonat ayrılır, susuzlaşdırılmış soda. Və CH3-ə bir də hidrogen qalıb. O birləşəndə CH4 çıxdı. Metanın harda alınmasıdır? Laboratoriyada alınması bu bizim X maddəmizdir. Baxın, metanı dönə-dönə demişəm, laboratoriyada virus reaksiyası ilə almaq mümkün nədir? Deyil. Ona görə ki, metanda karbon 1 dənədir və bunu virus reaksiyası ilə almaq mümkün deyil. Onu almaq üçün bir də təkrar edirəm. Sirkə turşusunun natrium duzunu götürmək lazımdır. Etan turşusu da deyirlər buna. Karbonu 2-də olan turşunun adı nədir? Etan turşusunun natrium duzu, sirkə turşusunun duzlarına asitatlar deyilir. Qələvi ilə qızdırırlar. Qələvi ilə qızdıranda baxın, buradan bunlar birləşir. Natrium nə çıxır oradan? Natrium 2 dənə. 40 xəttlərin içində. Karbon 1 dənə. Oksigen də 3 dənə. Natrium karbonatın adı nədir? Susuzlaşdırılmış soda deyirlər. Duzdur bu. Orta və normaldır. CH3-ə bir də hidrogen qalıb. Burada o birləşəndə CH4 metanın laboratoriyada nə idi? Alınması qızdırdıqda gedir. Deməli, bu maddə çıxıb uca məlumdur. Bizim X maddəmiz nə oldu? Metan. Metan da 1500 dərəcədə parçalayıblar. Orada X maddəsində ox çəkib orada neçə dərəcə yazıb? 500 dərəcə. Hidrogen ayrılıb və bir də Y. 1500 dərəcədə metan parçalanır asetilinə. 1500 dərəcədə 3 cür parçalanması var. 1500 dərəcədə C2H2-nin adı nədir? Etin və ya nə deyirlər ona? Asetilen. Və bir də nə qazı çıxır? Hidrogen. Hidrogenin harda alınmasıdır bu? Sənaydə alınma üsullarından biridir. Hidrogenin sənaydə alınma üsullarından biridir. Karbon 2 dənə, bura 2. Hidrogen 8 dənədir. 8-in ikisi var. Baxın, 2-ni, bu 2-ni vurduq 4-ə. 8 də hidrogen soldadır. 8-in ikisi var. 8-dən 2 çıxanda 6-yı da bu 2-yə böləndə neçə eləyir bura? 3. Sol hara bərabərdir? Sağa bərabər. Bu da bizim Y maddəmizdir. Y-i dir müəyyən edin. Y də nə oldu? B bəndə asetilin. Y-in formulu müəyyən elə deyəndə C2H2. Orada etin və ya asetilin nə bəndə oldu? B bəndi. Keçirik indi 37-ci suala. 37-də nə yazıb orada uşaqlar? 37-də hər dəfə deyirəm, kalsium oksid əsas oksiddir. Yandırılmamış əhəy və ya sönməmiş əhəy deyirlər. Əsasi oksiddir. Kalsium 2 demirlər. Kalsium oksidi plus karbonla qızdırdıqda alınan maddə dəm qazı minus oxun altında çıxıb dəm qazı və bir də X maddəsi ayrılır. Bu X maddəsi də suna reaksiya girir. Suna reaksiyasından oxun altında yenə də yazıb kalsium hidroksid qələvi əmələ gəlir. Çıxan maddələrdən minus bildiyinizdə nədir? Çıxan maddələrdən biri qələvi və biri də Y maddəsidir. Deməli, burada da yenə birinci mərhələ və ikinci mərhələdə Y-i müəyyən edin. Kalsium oksidi plus karbonla reaksiyasından dəm qazı çıxır və bir də kalsium karbid əmələ gəlir. Kalsium nə oldu burada? Karbid. Dəm qazı çıxıb,
Baxın, o oxun aşağı hissəsində yazıb. Bizim X maddəmiz nə oldu uşaqlar? Kalsium karbid. Karbon 2 dənə burada, 1 dənə burada, 3 dənə. Oksigen 1 dənə, 1 dənə. Kalsium 1 dənə, 1 dənə. Sol hara bərabərdir? Sağa nədir? Bərabərdir. Bu nə qazı oldu uşaqlar? Dəm qazı. Dəm qazı duz əmələ gətirməyən nə deyirlər buna? Oksid. Deməli, X maddəsi oldu kalsium karbid. Kalsium karbidin də su ilə reaksiyasını yazıram. Kalsium karbidin su ilə reaksiyası hidroliz adlanır. Karbidlərin su ilə reaksiyası. Yaduza bir də nəzər salın. Baxın, karbonun valenti 4 də olsa, burada dərəcəsi neçə birdir? -1 rabitə dərsində var idi bu. Kalsiumdan OH birləşir. Kalsium nə əmələ gəlir? Hidroksid. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvlər. Və karbonla hidrogen birləşib C2H2 etin və ya astilinin harda alınmasıdır bu? Laboratoriyada alınmasıdır. Mötərizənin kənarındakı 2, mötərizənin içinə aiddir. 1 dənə. Oksigen 2 dənədir. Burada 1 dənədir. Bura bir 2 yazırıq. 2 dənə hidrogeni vurduq 2-yə. 4. 2 də hidrogen burada, 2 də burada. 4-də. Sol hara bərabərdir? Sağa bərabərdir. Qələvi plus hidrogeni bu yolla harda alırlar? Astilini daha doğrusu harda alırlar? Laboratoriyada alırlar. Kalsium karbidin bir də qrafik quruluşunu yaduza salam. Karbon, karbon. Aralarında neçə qat rabitə var? 3 qat. Karbonun valenti 4, dərəcə neçə birdir? -1. 2 də elektronun birini buna verib, birini də buna. 1, 2, 3, 4, dərəcəsi isə neçə bir oldu? -1. Karbidin su ilə reaksiyası hidrolizdir. Hidrolizdə nə elektron verən var, nə də alan. Ona görə ki, biz öyrətmişdik C2, H2, karbonun sayı hidrogenin sayına bərabər olanlarda hamısında bu müsbət bircisi, bu neçə birdir? -1. Eni eninə bərabər olanlardır. Baxın, enin qiyməti 2-dir, burada da enin qiyməti 2-dir. Və yaxud da yazsam astilində neçə qat rabitə var? 3 qat. Hidrogen bir də elektron verdi, bu da bir də elektron aldı. Bu verdi, bu neynədir bə? Aldı. Valent 4-dür, amma dərəcə neçə birdir? -1. Orada nə elektron verən var, nə də alan. Deməli, Y maddəsi bizdə nə oldu? C bəndi. 37-ci cavab nə oldu uşaqlar? C bəndi. 38-ci sualda cədvəl çəkilib uşaqlar. Karbohidrogen yazılıb alkin. Və alkindən sonra yazılıb molekulunda hidrogen atomu. Cədvəlin içində hidrogen atomu deyəndə hidrogen atomunun sayı 2n-4. Bizə deyir ki, karbon atomunun sayı da karbon atomunun nəyə verib? Sayı x-la işarə edib. Biz hidrogeni n-lə verdiyinə görə, 2n-4-lə verdiyinə görə alkinin düsturunu x-la yazırıq. Alkinin ümumi formulu, bu hidrogen n-lə verdiyi üçün alkin necə yazırıq? CxH2x minus 2 ilə yazırıq. Hidrogenin bizə deyir, bunu tap. X karbonun nəyindir? Tap sayı. Hidrogenin sayı nə qədərdir uşaqlar? 2x minus 2 bərabərdir. Hidrogenin sayı 2n minus neçəyə? 4-ə. Buradan 2 çıxardıram mötərizənin xaricinə. X minus 1 bərabərdir. 2 çıxardan da n minus 2 olur. 2'lər getdi uşaqlar. X minus 1 bərabərdir. N minus 2. Minus 1'i soldan sağa keçirdəndə plus 1. X da bərabərdir. N qalır öz yerində. Müxtəlif işarələrdə cəmləyəndə mənfi işarəsini yazacaq. Böyük moduldan kiçik modul çıxanda neçə 1 oldu? -1. X-in qiyməti n minus neçə oldu burada? 1. Yəni X nəyin sayıdır? Karbonun sayıdır. Biz burada bir də təkrar edirəm. Baxın, hidrogen atomun nə ilə verdiyi üçün 2n minus 4'dür. N ilə verdiyi üçün hidrogen atomun sayı. Düsturu nə ilə işarə edilir? X. Karbonla x ilə işarə edirəm. Hidrogen də 2x minus 2 ilə. Sinif çünki hansı sinifdir? Alkin. Və hidrogen atomların sayını bərabərləşdirib x-i tapdım. Bir də təkrar edirəm. Bax, hidrogen atomu 2x minus 2. Buradakı hidrogen verilən hidrogenə nədir? Bərabərdir. Mötərizənin xaricindən neçə çıxardıram burada? 2 çıxardanda x minus neçə qalır? 1. Burada da mötərizənin xaricinə 2 çıxardıram. M minus neçə qalır? 2. 2'lər gedəndən sonra x minus 1 bərabərdir m minus 2'yə. X da bərabərdir n minus 2. Soldan hara keçirdəndə, sağa keçirdəndə plus 1. Burada da böyük moduldan kiçik modul çıxanda x bərabərdir m minus 1 qaldı. Cavab nə bəndi oldu? M minus 1 A bəndi. 39-cu suala baxırıq uşaqlar.
39'da karbohidrogenin biri X-dir, biri Y-dir, biri Z-dir. Yenə də cədvəl çəkib burada. Karbon atomların sayı eynidir. Karbon atomu üçündə də N. Molekulda proton sayı. Nə sayı? Proton. Protonu A qədər. Protonu A plus neçədir? 4. Və proton A plus 2. Ən çox proton hansı sinifdədir uşaqlar? Alkanlarda. Nələrdə? Onda bu Y nə olsun? Alkan. Yəni ən çox protonu olan alkandır. Ona görə ki, CnH2 plus 2-dir. Proton hesablamaq üçün karbonun protonu 6-dır. Hidrogenin protonu 1. Yaduza gəlir də 6. N-ə vuranda 6N. Bu da 6N üstə gəlmək 2N. Biri vururuq indeksinə 2N plus 2. O da bərabərdir 8N plus 2. Ən çox proton alkandadır. Alkandan sonra gələn sonraki karbohidrogen alkin ola bilər. Alkinlərdə protonun sayı 8N olmalıdır. Neçə N olacaq onlarda? 8N. Onda biz deməli ən çox proton A plus 4 yazıb. 8N plus 2 bərabərdir ən çox protonu olan. A plus neçəyə? 4-ə. A plus 4-ə bərabərdir. Sonra A-nın qiyməti nə qədər olacaq burada? A da bərabərdir. A da baxın, A bərabərdir 8N plus 2. Bunu da bu tərəfə keçirəndə minus 4. A da bərabərdir 8N minus 2. Bu qədər də proton A qədər proton alkinlərdə olacaq. 8N minus 2 proton nələrdə olur? Alkinlərdə və yaxud da alkanələrdə, diyenlərdə. Ona görə ki, CnH2 minus 2 yazanda karbon neçə, proton neçədir? 6. Hidrogen protonu 1. 6 vurduq yenə 6N üstə gəlmə. Biri də vurduq indeksinə 2N minus 2. O da bərabərdir 8N minus 2 proton. Həqiqətən də ya bu alkindir və ya nə ola bilər? Alka-DN. İnlərlə diyenlər ümumi formulları eyni olduğuna görə protonları hesablamaq üçün 8N minus 2 düsturlar da eynidir. Aydındır. Digəri isə A minus A plus 2 qədər protonu olan nə olmalıdır bu? Alkin olmalıdır. Alkinləri necə yazır uşaqlar? Alkinlərin ümumi formulu CnH2-dir. Bura proton 6-dır. Burada da bir dənə 6N üstə gəlmək 2N. O da bərabərdir 8N. Deməli 8N minus 2A'dır. Bizdə A plus 2 deyəndə A plus 2 qədər protonu olan nə oldu uşaqlar? A qədər protonu olan nəyi götürdü? Alkini. Birinci nəyi götürür? Alkin. Alkində proton 8N minus 2-ni nəylə işarə elədi? A-nı. Sonra 8N plus 2 nəylə işarə elədi? A plus neçə oldu? 4. Və bir də 8N bərabərdir niyə? A plus neçə? 2-yə. Deməli bu alkandır. Alkanın protonu ən çoxdur. Sonra gəlir alkin. An. Bu nə oldu? Alkin. Ya bu indi və ya nə ola bilər? Diyen. Alkinlərlə diyenlərin ümumi formulu nədir? Eynidir. Ya da bu alkindir, ya da siklo nə deyirlər? Alkan. Onların ümumi formulu eynidir. Başa düşdünüz? Ən çox proton hansında oldu? Alkanda. İndi deyir ki, bu karbohidrogenlərdə hidrogenin kütlə payının azalması sırasıyla düzün. Karbonlar eynidir üçündə. Hidrogenin kütlə payı deyəndə biz Y-in yerinə məsələn hansı alkanı götürək? Tutaq ki, etanı götürürəm. Nəyi götürürəm? Tutaq ki, burada etanı götürürəm. Niyə görə rəqəmli şəkildə göstərirəm? Etan. Sonra karbonlar eyni olmalıdır 2. X-in yerinə nə götürdüm orada? İnlərə aidsə etin. Nə götürürəm? Etin. İn yazmışdım X-in yerinə. Və Z-in yerinə alkin götürmüşəmsə C2H4 eten. Bizə deyir ki, hidrogenin nə payının? Kütlə payının azalması sırasıyla düz. Karbonlar hamısında 12 vurmaq 2, 12 vurmaq 2, 12 vurmaq 2'dir. Karbonların kütləsi hamısında eynidir. Ona görə ki, karbonların sayı eynidirsə, kütlələr də nədir? Bərabərdir. Birincidə 6 qram hidrogen var. İkincidə 1'i vurdum 2'yə. 6 qram hidrogen birincidədir. 2 qram hidrogen ikincidədir. 4 qram da hidrogen neçəncidədir?
Üçüncü də Z-dədir. Bizə deyir hidrogenin kütlə payı artsın. Hidrogenin qramı artdıqca nə payı artır? Kütlə payı. Əvvəlcə X. Hidrogen 2 qram. X-dan böyük kütlə payı. X-in kütlə payı kiçikdir nədən? Z-dən. X-dakı hidrogenin kütlə payı kiçikdir Z-dəki hidrogenin kütlə payından. O da kiçikdir Y-dəki hidrogenin nə payından? Kütlə payı. Get-gedə hidrogenin nə payı artır? Kütlə payı artır. Omega nə payı artır? Kütlə payı artır. Belə yazanda daha rahat başa düşürsünüz uşaqlar. Yəni hər hansı bir maddə yazdım yerinə. Ya da düsturla yaza bilərsiniz. Düsturla yazsınız yenə də X nə oldu bizdə? Alkin ya da alka nədir bu? Diyen. Sonra Y nə idi? Alkan idi. CnH2 plus 2. Sonra Z-də alkin ya da siklo alkan ola bilər. CnH2. Ən çox hidrogeni olan karbonlar eynidir. Karbonlar eynidirsə, baxın üstünə xətt çəkirik. Hidrogeni ən çox olan hansıdır? Y. Bizə deyir ki, hidrogenin kütlə payı azalması sırası deyir uşaqlar. Hidrogenin artması sırası yazdım mən. Amma hidrogenin nə payı? Kütlə payı azalsın. Kütlə payı azalmazsan, hidrogenin kütləsi də azalmalıdır. Ən çox hidrogenin kütləsi hansındadır? Y-də də 2m plus 2 qram hidrogen var. 2m plus neçə qram hidrogen var? Biri vuranda bu qədər hidrogen. Sonra biri vurdum bura. Neçə hidrogen var? 2n. Ayrı bir dövr. Burada da hidrogenin kütləsi 2n minus 2 qram hidrogen var. Ən çox hidrogenin kütlə payı hansındadır? Y-də. Qramı çox olanın kütlə payıdır. Y-in kütlə payı böyükdür nədən? Z-dən. Z-in də kütlə payı böyükdür X-dan. Hidrogen azaldıqca, qramı azaldıqca nə payı azalır? Kütlə payı da azalır. Qramı azaldığı üçün hidrogenin kütlə payı azalır. Y böyükdür Z-dən, Z də böyükdür X-dan. Y, Z, X. Cavab nə bəndə oldu orada? D bəndə. 40-da da uşaqlar eyni elə sualdır. Eyni ilə həmin sualdadır. Bu səfər hidrogenin kütlə payından artması sırası. Əvvəl 39-da azalması deyirdi, indi artması deyir. Yenə də karbohidrogen X-dir, Y-dir, Z-dir. Karbon atomların sayı eynidir. N qədər. Atom deyəndə hara fikir verilir? İndeksi N-dir. Burada da N-dir. Belə bir cədvəl çəkib. Karbon atomların sayı N-dir. Sonra yazıb burada molekulunda proton. Molekulunda proton sayı nə qədərdir? Deməli, birincidə protonun sayı nə qədər oldu? A plus 2. Digərində proton A qədər və axırıncıda da A plus 4. Ən çox proton hansındadır? Z alkandadır. Alkanın ümumi formulu CnH2 plus 2-dir. Həqiqətən də protonu çoxdur. 6-dır onun protonu. Bunun da protonu 1-dir. 6-yı vurdum N-ə 6N. Biri də vurdum indeksinə 2N plus 2. 8N plus 2 dənə proton var. O da bərabərdir A plus neçəyə? 4-ə. Ən çox proton buradadır alkanda. Sonra ondan az proton ya alkendir ya da siklo nədir? Alkan Y-dədir. Ondan biraz az proton A qədər. Yox, ondan biraz az proton nədədir? Ya alken ya da siklo nədədir? Ya bu alkendir ya da siklo alkandadır. O da biz nə ilə işarə eləmişik? X-la. X-in protonun sayı isə orada verib A plus neçədir? 2. Həqiqətən də burada proton 6-dır. Burada da 1. 6N üstə gəlmək 2N o da bərabərdir 8N. 8N proton niyə bərabərdir? A plus neçə? 2. Düzdür bunlar hamısı. Sonra axırıncı da alkindir. İnlər ya da diyenlərdir. Ya indi və ya nə deyirlər ona? Diyenlərin ümumi formulu eynidir. Alkinlərlə alkadenlər nə arası izomerdir? Sinif arası izomerdir. Və proton 6-dır. Bunu nə ilə işarə eləmişik burada? Y ilə işarə eləmişik. Proton 6N. Bir dənə protonu var. İndeksinə vuranda 2N minus 2. O da bərabərdir 8N minus 2. Minus 2. Plus 4 balım. Minus neçədir bu? 2. Sonra indi ən çox protonu olan alkan oldu. Bir karbon atomların sayı eyni götürsəm. Deməli, alkanı biz nə ilə işarə eləmişik? Z-lə. Alkan. CnH2 plus 2. Proton ne için vermişdi? Biz sinifi müəyyən eləyək. Sonra alkeni X-la işarə elədim ya da siklo alkanı. CnH2'nin 10 protonun sayı burada 8N plus 4. Ya daha doğrusu A plus neçə oldu? 4. Burada isə proton nə qədər oldu? A plus neçə oldu? 2.
A plus 4, A plus 2 və axırıncı in yazıram. Alkin və ya alkana ola bilər deyən. Bunda protonun sayı nə qədər oldu? A. Ən çox karbonlar eynidir. Sayları eynidirsə, kütlələr də nədir? Eynidir. Hidrogen burada çoxdur. 2n plus 2 qram hidrogen var. Burada 2n hidrogen var. Y maddəsində isə 2n minus 2 qram hidrogen var. Hidrogenin kütlə payının artması ilə düzün. Ən azdan hara doğru gedəcək? Çoxa doğru. Y hidrogenin kütlə payı azdır. Y azdır nədən? X-dan. X da azdır nədən? Z-dən. Get-gedə omega hidrogen neyinir? Artıb. Kütləsi artdığına görə hidrogen nə payda artır? Kütlə payda artır. Yəni kütləsi artan elementin nə payı artır? Kütlə payı artır. Y, X və Z. Nə oldu bunun bəndi? Y, X, Z, D bəndi. 41-ci sualda, uşaqlar, maraqlı sualdır burada 41-də. Vinil asetilin verilib. Vinil deyəndə 2 qatraptə. H neçə oldu bu? 2. H2. Etendən hidrogen neçəsi qopub? 1-i. Asetilin 3 qatraptə. Bu nəyin törəməsidir? Asetilinin neydi? Törəməsidir. Vinil, nə deyirlər ona? Asetilin. İndi vinil asetilin plus 2 mol hidrogenlə reaksiya girir. Temperatur və nədə? Katalizatorda. Yox, əvvəl 1 mol yazıb uşaqlar. 1 mol. 1 molda neçə atom var? 2 atom. X maddəsi alınıb. Sonra X-da təzədən 1 mol hidrogenlə reaksiya girib. Temperatur və katalizatorda. Y alınıb. Y də təzədən 1 mol hidrogenlə reaksiya girib. Nə alınıb orada? Bir də gözün uşaqlar, çox qaralandı, bir də səliqənə yaz. Deməli, birinci əvvəlcə 1 mol hidrogenlə reaksiya girib. X, o da təzədən 1 mol hidrogenlə reaksiya girib. Y də təzədən 1 mol hidrogenləşib. Z alınıb. Baxın bura, vinil asetilində uşaqlar neçədə pi görürsünüz? Pi, 3də pi. 3də pini doydurmaq üçün əvvəlcə 1 mol hidrogen, sonra yenə 1 mol hidrogen, sonra bir də hidrogen. Birbaşa Z maddəsini yazmaq olar. Mərhələlərə ehtiyac yoxdur. 3 mol hidrogen, baxın 1 mol hidrogen birinci mərhələdədir. İkinci mərhələ 1 mol hidrogen, üçüncü mərhələdə də 1 mol. Bir dəfəlik 3 mol hidrogen yazanda 3 mol hidrogen, 3 dənə pi, 3 mol da hidrogen doyub alkana çevriləcək. Biri 1-ə, biri 2-yə, X-i bura birləşəcək, 3-cü karbona, X-i də bura birləşir. Aydındır. Olacaq burada CH3, tək qatraptə CH2, İkisi bura birləşəndə CH2, CH3. Bir sözlə necə butana çevrilir? Normal butana. Tam doymuş vəziyyət deyəndə 4 də karbonu olan necə butan çıxır? Normal butan. Bu mərhələləri yazmaya ehtiyac yoxdur. Bizə deyir ki, Z maddə nə artır burada? Nə artdı uşaqlar? 1. Karbonun kütlə payı artmadı. Hidrogenin qramı artdığına görə karbonun nə payı azalır? Kütlə payı azalır. Baxın, hidrogen neçədə atom atıb? 3 molda neçə atom var? 3 dənə pi var idi orada. 3 dənə pini doydurmaq üçün 3 mol hidrogenləşdi. 3 mol hidrogenləşəndə 6 da hidrogen atomu birləşib. 6 hidrogen atomu birləşəndə hidrogenin omega nə payı artır? Kütlə payı artır o reaksiyada. Hidrogenin kütləsi artır. Hidrogenin kütlə payı artanda karbonun kütlə payı azalır. Neyini uşaqlar? Azalır. Çünki birinin kütlə payı artırsa, digərinki neynəməlidir? Azalmalıdır. Hidrogenin qramı artdığına görə faizi artır. Faizi artanda o zaman karbonun sayı dəyişmir, kütləsi də dəyişmir. Amma hidrogenin faizi artdığına görə karbonun faizi neyini uşaqlar? Azalır. Hidrogenin hesabına azalır. Nəyin hesabına? Hidrogenin hesabına karbonun sayı dəyişmir. Karbon əvvəldə də 4 dənə idi, sonunda da 4 dənə karbon var. Yəni 4 vurmaq 12, bu 4 vurmaq 12. Sadəcə olaraq hidrogenin sayı artdığı üçün karbonun nə payı azalır? Kütlə payı azalır. Birdə yazıb ki, karbonun kütlə payı artır, səhvdir. 1 səhvdir. 1 karbonun kütlə payı azalır. 2 hidrogenin kütlə payı artır, doğrudur. Hidrogenin qramı artdığına görə nə payı da artır? Kütlə payı. 3 sigma rabitənin sayı artır, o da doğrudur. Sigma neçədə artır? 3-ü vurun 2-yə. 6 da atom birləşdiyinə görə sigma 6 dənə artır. Yəni pi-dən neçə dəfə çox? 2 dəfə çox. 3 dənə pi azalanda sigma neçədən artır? 6 dənə artır. Pi-nin sayı
artmır, azalır yazıb. Deməli 1-də yazıb ki, bir də təkrar edirəm, 1-də yazıb karbonun kütlə payı. Siz bilin ki, hidrogen artdığına görə karbonun kütlə payı neyinir? Azalır olmalıdır. Bunu götürmürük. 2-də nə yazıb? Omega kütlə payıdır. Hidrogenin kütlə payı. Omega nə payı oldu? Kütlə payı artır. 2 doğrudur. 3-də yazıb sigma rabitə. Sigma rabitə. O da artır uşaqlar. O da doğrudur. 4-cü pi rabitə azalıb. Neçədə pi azaldı? 3-də neynədir? Azaldı. Artan nə oldu uşaqlar? 2 ilə 3. 2, 3. Nə bənd oldu? S bəndi. Nə artır orada? 2, 3. 42-yə baxaq uşaqlar. 42-də eyni həmin maddə verilib. Vinil astilin verilib. Astilini öncə yazıb. Astilinə hidrogen neçəsi qopub? 1-i. CH, 3 qat rabitə CH-dan hidrogenin biri vinillə əvəz olunub. Nə ilə əvəz olunub? Vinil radikalı. Vinil deyəndə baxın bu radikalın adı nə radikalıdır? Vinil. Etendən hidrogenin biri qopandan sonra radikalın adı nədir? Vinil. Bu da asetilendir. Asetilen. Maddənin adı nə oldu uşaqlar? Birlikdə vinil asetilen. Vinil asetilinə bir də diqqətlə baxın. Neçədə pi var? 3 dənə. 3 qatda 2 də pi var. Bir də 2 qatda pi. Burada da 2 də pi var. 3 dənə cəmi pi var. İndi həmin maddənin üzərinə əvvəlcə 1 mol hidrogen gəliblər. Temperatur və nədə? Katalizatorda X çıxıb. X maddəsinin üstünə yenə 1 mol hidrogen gəliblər. Y əmələ gəlib. Y-in yenə də hidrogenləşdiriblər. Temperatur və katalizatorda Z əmələ gəlib. Baxın, 1 mol hidrogen burada, 1 mol burada, 1 mol da burada. Neçədə mərhələ keçib? 3-də. Və 3 mərhələdə 3 mol hidrogen sərf olunub. Hidrogenləşib maddə. Onda bir dəfənlik bu maddə, yəni vinil astilini 3 pisi olduğu üçün tam hidrogenləşdirmək üçün neçə mol hidrogen lazımdır? 3 mol pinin sayı qədər. Necə butana çevriləcək? Normal butana. 2 dənə hidrogen biri bura, 2 dənə bura birləşəcək. Pi qırılacaq hidrogenin ikisi bu karbona, ikisi bu karbona. Pi qırıldı, biri bu karbona, biri də bu karbona birləşəndə necə butan əmələ gəlir? Normal butan. Deməli 3 mol hidrogen götürüblər mərhələ ilə. Neçədə mərhələ var? 3 mərhələ. Birinci mərhələ, bir də təkrar edirəm, hidrogenləşib, temperatur və katalizatorda X əmələ gəlir və ikinci mərhələ hidrogenləşir 1 mol. Yenə də temperatur və katalizatorda Y əmələ gəlir. O da hidrogenləşir. Temperatur və katalizatorda Z əmələ gəlir. Bir dəfəlik bu 3 mərhələni yekun şəkildə yazıram. Ona görə ki, bizə Z maddəsini soruşur. Z maddəsi necə butan oldu? Normal butan, yəni tam doymuş hala gəldi. Şaxəsiz alkan əmələ gəlir. Yəni vinil astilin 3 mol hidrogenləşəndən sonra birbaşa Z-i yazıram. Neçə mol? 1 mol normal butan əmələ gəlir. Azalan nədir burada? 1. Omega karbonun kütlə payı azalır. Bəli, karbonun kütlə payı azalır ona görə ki, bu doğrudur, azalır. Hidrogenin qramı artır. Hidrogenin qramı artdığına görə 3 mol hidrogen 6 qram deməkdir. 6 qram hidrogen birləşəndə hidrogenin nə payı artır? Kütlə payı. İkincidə yazıb hidrogenin kütlə payı. Omega kütlə payıdır, hidrogenin kütlə payı artır. Bizə azalırı soruşur. Azalır 1. İkinci hidrogenin kütlə payı artır olmalıdır. Üçüncü sigma rabitənin sayı artır. Bəli, 3-də yazıb ki, sigma rabitənin sayı, sigma rabitə neynir orada? Rabitə artıb. Sigma neynədir uşaqlar? Artdı. Sigma rabitənin sayı artır. Bizə azalır lazımdır. 4-cü pi rabitəsinin sayı azalır. Bəli, pi 3 dənə azaldı. Pi rabitəsi azalıb. Pi 3 dənə azalanda sigma 6 vahid neynir? Artır. Pi'dən neçə dəfə çox? 2 dəfə çox artır. Deməli, azalır deyəndə 1 ilə neçəni götürmək lazımdır? 4-ü. 1 ilə də 4 nə bəndində oldu uşaqlar? Y bəndində. Azalır sözü deyəndə 1, 4, Y bəndi. 43-cü sual. N mol etin. Etin deyəndə C2H2. Etin, alkinlərin homoloji sırasının birinci nümayəndəsi. N mol. N nə miqdarıdır? Maddə miqdarı. Nə qədər astilin almaq olar? Astilində vinil astilin. Vinil, etendən hidrogenin biri qopdu vinil. Astilin deyəndə də 3 qat rabitə.
Baxırıq, yoxlayandan sonra düz vinil astilen. Karbon burada 4 dənədir, bura bir 2 yazırıq. Deməli, etinin dimerləşməsi reaksiyasıdır. Bu reaksiya nədir? Dimerləşmə. Dimerləşmə sözünün mənası, yəni ikiləşir. Temperatur və katalizatorda gedir. Əmələ gələn maddə olur vinil astilen. Vinil astileni yığcam şəkildə yazsam, baxın, tərkibi bu quruluşudur. Tərkibin yazsam, C4H4'dür. Həqiqətən də karbon 4 dənə, hidrogen 2 dənə burada, 1 dənə burada 3, bir dənə də burada 4. Deməli, etinin başqa adı astilendir. Dimerləşir, temperatur və katalizatordur. Bu reaksiyanı əzbərləyirsiniz. C4H4'ün adı nə oldu? Vinil astilen. Nə astilen deyirlər ona? Baxın, vinil astilenin tərkibidir. Bu nə idi bə? Yuxarıdakı quruluşudur. Bu nə idi bə? Tərkibi. İndi bizə deyir ki, bu reaksiyada etinin neçə mol idi bu? 2 mol. Reaksiyanı bir də təzədən yazıram. Katalizatorda vinil astileni yazıram. N mol etinin dimerləşməsindən neçə qram vinil astilen almaq olar? X qram. Molun altına nə yazırıq? Bu özü neçə moldur? 2 mol. Mol deyəndə əmsala fikir veririk. 2 molundan isə qramın altından necə kütlə yazılır? Molar kütlə mR-ə bərabərdir. C4H4'ü yazıram. 12, burada da 1. 48, 12, 4'ə vuranda 48, üstə gəlmə 4. O da bərabərdir. 50, neçə elədir? 2. Buraya yazıram 52 qram. 1 molda axı. Baxın, heç nə yazılmırsa, qramın altına necə kütlə yazılır? Molar kütlə. X da bərabərdir. 52 vururam n-ə bölürəm 2-yə. X bərabərdir. 52 vurduq n-ə. Böldü neçə? 2-yə. O da bərabərdir 26 n qram. Neçə qram oldu orada? 26 n qram. Cavab nə bənd oldu? Y bəndi. Bəli, bu qədər. 44. 44'də nədir? Hansı maddələr cütü bir-birinə izomerdir? Bir-birinə izomerdir. A bəndində biri N yazıb. Deməli, izomer olmaq üçün sinif arası izomer yazıb özü burada. A bəndində yazıb propen. Nədir uşaqlar bu? Propen alkenlərdə aiddir. Baxın, 2 qat rabitə. Propen. Propandan ana addım. Propen beynəlxalq adıdır. Və propenden başqa və yazıb orada. Normal butan. Hansı butan yazıb? Normal butan. CH3 yazıb, CH2, CH2, bir də CH3. Şaxəsiz alkan, normal butan. Bunlar izomer neyə bilməz? Ola bilməz. Alkanlarla alkenlər izomer deyil. Bunların ümumi formulu fərqlidir. Bunu yığanda C3H6'dır, alkendir. Alkanların da düsturu nədir uşaqlar? C4H10. Ümumiyyətlə N-lə an, yəni alkenlə alkan sinif arası izomer neyə bilməz? Ola bilməz. A bəndin götürmürük. B bəndində yenə propenlə nə verib orada? Butin 2 verib. Yenə də ola bilməz B bəndi. Ona görə ki, alkenlərlə baxın. Propendir bu. Propen. Nömrələmə 2 qatın başladıq. Karbondan gedir ən uzun zənciri və ondan başqa yazıb CH3. C 3 qat rabitə C, CH3 bu maddə nədir? 1, 2, 3, 4. Nə deyirlər ona? Butin, in, neçədir bu? 2. Butin 2 inlərə aiddir. In 2. İnlərlə enlər izomer neyə bilməz? Ola bilməz. N alkendir və indir. Bunlar neyə bilməz? İzomer ola bilməz. Ona görə ki, düsturları da fərqlidir. Həm də burada 3 dənə karbon var. Burada neçə dənə karbon var? 4 dənə. B bəndi də olmaz. C bəndində nə yazıb uşaqlar? C bəndində vinil yazıb. Bir də butin 2 yazıb. Bəli, bunlar sinif arası nədir? İzomerdir. Hansı maddələr cütü bir-birinə izomerdir? Cavab C bəndi olacaq. Orada butadiyen 1, 3 yazıb. Diyen 1, 3 deyəndə 1-dən çıxır. 2 qat rabitə və bir də 3-dən çıxır. Konjüge olunmuş alkan nədir bu? Diyen, CH2, H, H, bir də CH2. Nə oldu bu? Butadiyen neçədir? 1, 3 və ya başqa adı nə deyirlər? Divinil. Divinil alkadiyenlərə aiddir. Özdə konjüge olunmuş nələr aiddir? Alkadiyenlərə. Və həmin bənddə bir də nə verib? Butin. Neçə verib orada? Butin, in. Baxın, indi 1, 2, 3, 4, 3 qat rabitə ikinci karbondan çıxır. Butin 2. Butin 2 ilə butadiyen 1, 3
Narası izomerdir. Sinif arası nədir? İzomer. Ona görə ki, bunların da ümumi formulu CNH2-2-dir. 4 də karbon. Hidrogen 8-dən 2 çıxanda 6 qaz halındadır. Burada da yenə inlərin düsturu necə idi? CNH2-2-dir. C4, bu da tərkibi necə olacaq? C4H6. Yəni alkadiyenlərlə buradan nə nəticə çıxartdıq nəzəri biliklərə əsasən? Alkadiyenlərlə alkinlər, inlər narası izomerdir. Sinif arası izomerdir. Çünki ümumi formulları CNH2-2-dir. Nə vaxt sinif arası izomer olur? Karbonların nəyə bərabər olanda? Sayı bərabər olanda. İkisində də karbon 4 dənə idi. Cavab nə bəndi oldu? C bəndi. D bəndin yazmıram uşaqlar. Propan yazıb burada. Bir də propen yazıb. Yaza da bilərəm amma D bəndi. Propan deyəndə 3 də karbon CH3, CH2, bir də CH3 propandır. Propan C3H8'dir və bir də propen yazıb və propen deyəndə alkindir. CH neçə yazıb orada? 3, CH, 2 qat rabitə CH2, bu da oldu 1, 2, 3 propen. Propen alkenlərə aiddir. Sonu en şəkilçindən bitir. CNH2 düsturu C3H6 olur. Bunlar sinif arası izomer deyil. 44'ü biz tapmışıq. Nə bəndi? C bəndi. 45-ci sualda nədir? 45'də deyir ki, hansı maddə adi şəraitdə kalium permanganat, per deyəndə mangan O4-ün valenti neçədir? 1. Permanganat bir əsaslı turşu qalıqıdır. Bu da duzdur. Kalium permanganat duzunun permanganat məhlulunu və bromlu suyu rəngsizləşdirir. Kalium permanganatın başqa adı nədir? Marganisovkadır. Qırmızı bənövşə rəngli məhluldur. Bu da bromlu sudur. Qırmızı qonur rəngli mayedir. O maddələr rəngsizləşdirə bilər ki, orada nə rabitəsi olsun? Pi rabitəsi olsun. P'si olan maddələr kalium permanganatın duzun, yəni qırmızı bənövşə rəngli məhlulunu rəngsizləşdirir və bir də bromlu suyu rəngsizləşdirir. A bəndində orada etana görə bu bəndi götürmək olmaz. Etanda pi rabitəsi yoxdur. Bizə deyir rəngsizləşdirir. Etan alkandır və bu rəngsizləşdirmir. Minus. Bu bəndə baxmaq olmaz. Həm də orada nə yazıb? İzo nə yazıb? Butan. İzobutan şaxəli alkandır. Burada da izobutanın digər adı nə oldu? 2 metil. 2-də metil var. Propan. Və bir də adı var izobutan. Pi yoxdur deyimlə rəngsizləşdirmir. B bəndində, bəli, ikisi də rəngsizləşdirir B bəndində. Ona görə ki, B bəndində birinci etin yazıb, 3 qat rabitə. Pi var, maddənin adı nə oldu? Etin və ya nə deyirlər ona? Asetilen. Asetilen alkinlərin homoloji sırasının neçənci nümayəndəsidir? İlk nümayəndəsidir. Pi 2 dənə olduğuna görə o adi şəraitdə həm bromlu suyu, həm də kalium permanganatın suda məhlulunu rəngsizləşdirir. Eyni zamanda həmin bənddə propen yazıb. Propende də N 2 qat rabitə var. 1, 2, 3. Propandan ana addım propen. Beynəlxalq adıdır. Tarixi adı propilendir. Bir pi rabitəsi olduğuna görə bu da kalium permanganatın suda məhlulunu və bromlu suyu rəngsizləşdirir. Cavab nə bəndi oldu? B bəndi. C bəndində yenə də izobutan var. Orada izobutanda pi rabitəsi yoxdur və bir də etil bromid yazılıb. Etil radikalında pi rabitəsi yoxdur. Baxın, C bəndini yaza da bilərəm. C bəndində izobutan yazıb. Şaxəli alkandır. Pi nədir orada? Yoxdur. Və eyni zamanda etil nə yazıb? Bromid. Etil deyəndə H3, H2, bir də brom yazıb. Etil radikalına baxın, bromid. Alkanın neçə halogenini törəməsidir onu. P'si nədir? Yoxdur. Bromlu suyu nə də kalium permanganatı rəngsizləşdirmir. D bəndində də nə yazıb orada? D bəndində benzol yazıb. Benzol nə kalium permanganatın suda məhlulunu, nə də bromlu suyu rəngsizləşdirmir. Eyni zamanda metanda alkanlara aiddir, o da rəngsizləşdirmir. Benzol, hər dəfə bu hissəyə diqqətlə fikir verin. Benzol nə kalium permanganatın suda məhlulunu, nə də bromlu suyu rəngsizləşdirmir. Y bəndində də orada nə yazıb?
Deməli, Y bəndində bir propan yazıb açıq şəkildə. Propan rəysizləşdirmir ona görə ki, propanda pi rabitəsi yoxdur. Və bir də propandan başqa tetraxlor metan yazıb. Tetraxlor metan, metanın 4 xlorlu törəməsidir. Karbon 4 xlorid deyirlər buna. 3 dənə adı var idi. Karbon 4 xlorid, tetraxlor metan və ya 4 xlorlu karbon. Neçədə adı var idi? 3-də. Yazdırmışdım bu. Maye halındadır. Yəni metanın tam xlorlaşmasından əmələ gələn maddədir. Orada pi rabitəsi nədir? Yoxdur. Metandakı hidrogenin 4-ü də xlorla əvəz olunub. Tetraxlor metan. Karbon 4 xlorid və ya 4 xlorlu karbon. Piləri yoxdur demlə bromlu suyu rəysizləşdirmir. 45-in cavabı oldu B bəndi. 46 nədir? 46-da astilenin homoloqudur. 46 astilenin homoloqları hansı düstura uyğun gəlir? CnH2-2. Astilenin homoloqu alkindir. Nə deyirlər ona? Alkin. 4,48 litrinin kütləsi. 4,48 litrinin kütləsi. Astilenin homoloqu deyəndə alkin yazırıq. Astilenin homoloqları alkinlərə aiddir. 4,48 litrinin kütləsi 8 qramdır. Alkinin qaz halında normal şəraitdə bütün qazların 1 mol neçə litrdir? Alkin əgər qazdır, baxın, normal şərait. Qramın altından 1 molumuz neçə litr yazırıq? 22,4 litr. Qramın altından da molar kütlə yazırıq, o da mR-ə bərabərdir. Qramın altından nə yazırlar? Molar kütlə. Karbonun ayrı neçədir? 12, hidrogen də 1. 12N plus 1'i vuranda bunun indeksinə 2N minus 2. Cəmləyəndə 14N minus 2. Qramın altından mR'in yazırıq. 14N minus 2'yə bir məchul kimi baxaq. 14N minus 2'yə məchul kimi baxırıq. Kəsr xətti çəkirəm. 8'i vururam neçəyə? 22,4'ə. 8 vurma 22,4. Bölürəm 4'dan %48'ə. Vergül bir dənə buradan sürüşdü, bir dənə buradan. Bu vergülü atıram, bura bir 0. Bundan bu getdi 2'yə. 80'da 2'yə böləndə 40. 14 minus 2 bərabərdir 40'a. 14 n də bərabərdir 42'yə. Digər tərəfə keçidəndə cəmləyirəm. N də bərabərdir 3'ə. N-i 3 olan propindir. C3H4 propin. Alkinlərin ikinci nə idi? Nümayəndəsi. Nə bəndi yazıb burada? Propin D bəndi. Və sonuncu sualı yazıram 47. 47'də nədir uşaqlar? 47-ci sualda tərkibində hidrogenin kütlə payı 10% olan alkini yazdım. Hidrogenin faizi neçə faizdir? 10%. Alkinin formulunu müəyyən edin. Baxın, hidrogen əgər 10%-dirsə, karbon öz-özü yazın. Neçə faizdir? 90%. Çünki maddə bütövlükdə 100%dir. 100'ün 10%-i budursa, 100'dən 10 çıxanda 90%də karbondur. Bu nə payıdır? Kütlə payı. 12 vurduq N-ə. Neçə N qram elədir? 12 N. 1'i vurduq indeksinə 2N minus 2. 1'i vururuq. Ayrı 1 deyil karbonun. Hidrogenin ayrı 1'dir. 1'i də vururam indeksinə 2N minus 2. İndi 12N'in kütlə payı neçə faizdir? Başın üstünə baxın. Baxın, 12N karbondur. Faizi neçə faizdir? 90%. Bəs hidrogen nə qədərdir? 2N minus 2 isə faizi 10%. Anladınız siz nə yazdım? Baxın, alkin yazdım. Alkin yazandan sonra nə yazdım ora? Alkinin hidrogenin kütlə payısını yazdım. Sonra karbonu 100%'dan 10% çıxandan sonra karbonu tapdım. Karbonun kütləsi 12'dir, vurdum yenə 12 qram. Hidrogenin kütləsi 1'dir, 1'i vurduq indeksinə 2N minus 2 qram. Karbonun 12N'i neçə faizdir? 90%. Hidrogenin 2N minus 2 qramı isə neçə faizdir? 10%. Buna bir məchul kimi baxanda 2N minus 2 bərabərdir. 10 vurmaq 12N bölmə neçəyə? 90'a. Bununla da bu getdi. Sonra məxrəcdən qutaraq. 9'u vuraq buna. Baxın, məxrəcdən qutarmaq üçün belə.
9'u 2'yə vuranda neçə elə? 18n minus 18, o da bərabərdir 12-nə. 18 n-dən 12-ni çıxanda 6n bərabərdir 18-ə, n də bərabərdir 3-ə. N-i 3 olan alkin propindir. C3, 2-də 3-üm, 6-dan da 2 çıxanda 4. Propin alkinlərin homoloji sırasının ikinci nə idi? Nümayəndəsi. 3 də karbon var. Və bir dənə neçə qat rabitə var? 3 qat rabitə. Propin. Nə deyirlər ona? Propin. Alkin. Və ya başqa adı metil astin. Propin. Nə bənd oldu orada? Propin. C3H4 B bəndi.